Evdə qılmayın deyiblər bayram namazını. Müstəhəb namazdır. Amma deyiblər gedin məsciddə adamlarla, cəmaatla qılın. Təşviq edirlər bizi. Çox təkid oldu. Vacib namaz deyil, sırf rəhmət üçün gedəsən bayram namazına. Çox təkid olunan, çox savablı, fəzilətli, gözəl bir namazdır. Əleyhissalam qiyamət gününü oxşadır Fitr bayramı gününü. Bir evdən çıxıb məscidə namaza gəlməyi, qəbirdən qalxıb məhşərə gəlməyin kimi təsəvvür elə. Evdən çıxanda bu fikirlə çıx. Əleyhissalam buyurur ki, namaz vaxtı dayananda Allahı çox zikr elə. Hesab elə ki, hesab kitaba dayanmısan. Qiyamət Allahın huzurunda ki dayanacaqsan, namazda dayandığın zamanı elə bir zaman hesab elə. Çox təsirli olar insan bu ruhiyyə ilə sabah bayram namazına gəlsə. Ondan sonra qaydanda da elə bil ki, ya cənnətə ya cəhənnəmə qayıdırsan ki, inşallah bizim cəhənnəmdə nə işimiz var? Biz cəhənnəmdən düşünmək belə istəmirik. İnşallah ki, biz elə hamımız sabah Allahın rəhmətinə nail olarıq. Əməlimizə görə yox, onun geniş rəhmətinə, fəzilətinə görə. Hədis buyurur ki, mən əhya leylətəl id ləm yəmut qəlbuhu yevmə təmutul qulub. Mən əhya leylətəl id ləm yəmut qəlbuhu yevmə təmutul qulub. Buyurur ki, kim bu gecəni əhya saxlasa, qəlblər ölən gün, ürəklər, yəni qiyamət günü qəlblər öləcəklər, onun qəlbi ölməz. Onun qəlbi diri olar.